Uşağın cinsiyyətini qəbul etməyi də bizim şuuraltımız seçir. Bəli, bəzi pasientlər olur ki, neçə dəfə məhz oğlan uşağına hamilə qalır, amma məsəl üçün 8-9 həftəliyində uşaq tələf olur. Uşaq tələf olur çünki ana həmin oğlan övladını yad cisim kimi qəbul edir və sanki elə bil orada qaynanamı, qaynatanımı və yaxud da yoldaşını cəzalandırır və bədən o oğlanı itələyir, bədən itələyir. Nə zaman ki artıq qadın öz şuuraltısı ilə şuurun eyni tərəziyə qoyur, üzləşdirir, arındırır, içində bəzi insanları bağışlayır və o zaman artıq oğlan övladına sahib ola bilir. Çünki nəyə görə orada biz sırf təzyiqdən asılıdır. Sevinç xanım, siz hara fırlatsaq söhbəti yenə də gəlib cəmiyyətin təzyiqi ilə üz-üzəyik. Vaginizmdə də cəmiyyətin təzyiqidir, gecənaq ola bilməkdə də cəmiyyətin təzyiqidir, oğlan-qız söhbətlərində də cəmiyyətin təzyiqidir. Bunlar hamısı təzyiqlərdir. Təzyiqlər də bizim beynimizi belə deyək bloklayır və bizim beynimiz avtomatik o təzyiqləri eşitməmək üçün qulağımıza kar eləyirik, beynimizi də bloklayırıq və sərhəd çəkirik o fikirlərin qırağına.